Salam, xoş gördük, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 10 sotun içində şəxsi özləri üçün tikilmiş ev çıxdı satışa, 4 otaqlı ev. 10 sotun içində 4 otaqlı evdir, 90 min manata. Hələ qiymətindən yenə də indirim olunacaq. Evində kupçası var, torpağında da kupçası var. Yəni ki, hal-hazırda ev yəsi bu evdə qeydiyyatdadır. İnşallah siz gəlib evi baxıb bəyənəndən sonra qiymətində də indirim olunacaq. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Yerləşdiyi ərazidə bilirsiniz hardadır? Gəncə təndirin yanından sağa yol dönürük. Düz məhəllə bitənə qədər, axıra qədər gəlib çıxırsınız bura. Həyəti göstərəcəm. Ümumi sahəsi 10 sotdur, bir də deyirəm. 4 otaqlı evdir. Şəxsi özləri üçün tikilmiş evdir. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Qurqaboy qoşadaşla tikilib, hətta orta periqorodkalarına qədər, ara kəsmələrinə qədər qoşadaşdır. Hal-hazırda çəkilişimizi qonaq otağından başlamışıq, yəni zalından. Sonra bir-birini göstərəcəm, siz də indi baxın da, görün necə evdir. Bax, bu qonaq otağıdır, kombisi, radiatoru, bax bu radiatorlar, panel radiatorudur, kombisi var, kuxuna mebli var, hazır yaşayış evidir. Məsələn, buradan birbaşa hamam tualeti bax burada belədir, bax, xüsusi bir otaqdır, bax belə, gəlin bax buradan. Buradan koridor kimidir, bura sanitar qovşağıdır, burada ayaq yoludur. Burada ayaq yoludur, bax belə. Hətta burada radiator qoyulub. Bax bura, qonaq otağından sonra buranı göstərdim. İndi mətbəxinə bir dənə baxaq. Bax, burada mətbəxidir. Görürsünüz? Burada mətbəxidir. Mətbəx mebili var. İndi hal-hazırda ailə yaşayır. Yəni, bir neçə ilin evidir. İstəsiz gələcəkdə aboy vurarsınız, nə bilim, emusiya təzəliyərsiniz. Nə istəsiz, bunlar sonranın işləridir. Amma otaqların hamısı böyüdür. Məsələn, bax, bu yataq otağına baxaq. Bax, gör, nə boyda yataq otağıdır, görürsünüz? Böyük, geniş yataq otağıdır. Ümumilikdə 4 otaqlı evdə 10 sotun içində 90 min manata. Burada da panel radiatorlar var, pəncərəsi öz həyətinə baxır, çünki ərazisi olduqca böyüdür. Bir yataq otağı budur, bir yataq otağı buradadır, bu da böyük otaqdır, baxın, görürsünüz. Görün nə boyda otaqlardır. 30-35 kvadrat var rahat bu otaqlar, yataq otaqları. Bir otaqda, uşaq yataq otağı da buradadır. Bu nisbətən biraz balacadır, bax. Bax belə, ümumilikdə 4 otaqlı evdir, hazır yaşayış evdir, şəxsi özlərindən tikilmiş evdir, Qurqaboy qoşadaşdır, bütün ara kəsmələrinə bir dənə buradan göstərək. Görürsünüz, ara kəsməsinə qədər qoşadaşla tikilib. 10 sotdur ümumi sahəsi. Bax, evin içi belədir. İndi gəlib qalanını inşallah burada baxarsınız. Çünki burada göstəriləsi, danışılası çox şey var, mən vaxt aparmaq istəmirəm. Dəmir raşotkası, evin kupçası var ha, evin də kupçası var, torpağın da kupçası var. Yerləşdiyi ərazini bir də deyirəm. Sarayda Gəncə təndirindən yol dönürək məhəlliyə. Düz axıra qədər gedirsiniz. 27 nömrəli marşrut da buradan gedir. Sumqayıtın bir marşrutu var, 522, bilmirəm hansıdır. O da bu yaxın ərazidən gedir. İndi gəlin həyətə baxaq. Hörmətli izləyicilər, bu da həmən evin həyətidir. Demişdim, 10 sotda olan. Bax, budur. Kupçalı evdir. Bax, darvazana göstərək. Bax, bu qırmızı darvazadan girirsiniz. Bura bunun həyətidir. Burada da həyəti var. Orada da balon banka yığmaq üçündür. Kombi də yəqin ora qoyublar. Hə, kombi də oradadır. Dəmir raşotkalarına qədər qurulmuş evdə yüksək keyfiyyətlə tikilib. Bax, özlərinə tikilmiş evdir. Belə rənginin gedməyinə baxmayın. İnşallah bunları özünüz gələcəkdə eləyərsiniz. Buranı da bağ yeri kimi belə ayırıblar. Hələ həyətə baxın. Davam edir hələ. Ümumilikdə 10 sotdur. Bax, düz bu hasar hamısı bu evə aiddir. Sadəcə həyətlə bağı, bax belə kərpizlə ayırıblar. Siz istəsiniz, açarsınız, promoy da eləyə bilərsiniz. Bütün bir dənə yaxınlaşaq bura. Bax, görürsünüz, nar ağacları zaten hamısı bu həyətə aid olan evdir. Gəlin biraz qabağa. Bax, bu 10 sotdur ümumi sahəsi. Ümumi sahəsi 10 sotdur. Qiyməti 90 min manatadır. Qiymətindən ev sahibi indirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Torpağı çox böyük torpaq. Yəni, bu ərazinin hamısı qiymətləri biraz baha olur. Bu 90 minə bunu satışa çıxarıb bu ev yəsi. Hələ yenə də qiymətində indirim olunacaq. Bir də təkrar edirəm, Gəncə təndirindən sağa dönən kimi düz axıra qədər gəlirsiniz. 27 nömrəli bağlar marşrutda gedir buradan. Sumqayıt 522 marşrutda gedir buradan. Kanalizasiyası mərkəzidir, qaz, su, işıq sayğacları var. Qiyməti 90 min manata satışa çıxarıldı. Evində kupçası var, torpağın da kupçası var. Sağ olun.